Şəban ayının əməlləri. Bu ayda hər gün 70 dəfə Əstəğfirullahəl-ləzi la ilahə illə huvər-Rahmanur-Rahim, Əl-Hayyul-Qayyum və ətubu iləh zikrin demək çox tövsiyə olunmuşdur. Bundan əlavə hər gün 70 dəfə Əstəğfirullahə və əs'əluhut-tövbə zikrin demək də tövsiyə olunmuşdur. Həmçinin bu ayda oruç tutmağın savabı çoxdur. Məxsusən cümə günlərində oruç tutmaq çox bəyənilir. Hər gün bacardığımız qədər sədaqə ayıraq və həmçinin Şəban ayının münacatını hər gün oxuyaq. Bundan əlavə bu ayın hər cümə axşamı üçün 2 rükət namaz tövsiyə olunmuşdur. Hər rükətdə həmddən sonra 100 dəfə İxlas surəsi oxunulur. Daha sonra namaz bitəndən sonra Peyğəmbər və Əhl-i Beytinə 100 salavat zikr olunur. Və həmçinin qeyd edək ki, bu ayın əməllərindən biri də Peyğəmbər və Əhl-i Beytinə çoxlu salavat zikr eləməkdir. Allah Taala bizləri bu ayın feyzindən və fəzilətindən binəsib etməsin.